Salam əziz dostlar, mən Anar müəllim. Bu gün sizə alman dilində etwas in Angriff nehmen ifadəsini izah edəcəm. Etwas in Angriff nehmen bir şeyə qətiyyətlə başlamaq deməkdir. Yəni anfangen və yaxud da beginnen feilindən daha kəskin, daha deyək ki, qətiyyətli bir başlanğıc etməkdən söhbət gedir. Məsələn, etwas in Angriff nehmen, yəni bir şeyə qətiyyətlə başlamaqdan söhbət gedir. Ich nehme etwas in Angriff, mən bir şeyə qətiyyətlə başlayıram deməkdir. Mein Bruder nimmt das Deutsch lernen in Angriff desəz, mənim qardaşım alman dilini öyrənməyə qətiyyətlə başlayır. Və yaxud da meine Schwester nimmt ihr Vorhaben Deutsch auf C2 zu perfektionieren in Angriff ifadəsini işlətsəz əgər, mənim bacım alman dilini mükəmməlləşdirmə planını həyata keçirməyə başlayır deyəndə bu formada da istifadə etmiş olacaqsınız. Yəni bu ifadələr adətən daha C1 səviyyəsində hardasa ifadədir. B2 və yaxud da C1 səviyyəsində istifadə edilən ifadədir. Çox təbii ki, hazır ifadələr öyrənmək daha məntiqlidir eyni zamanda bir vaxtdan sonra. Düşünürəm ki, video sizin üçün faydalı oldu. Diqqətinizə görə bir daha təşəkkür edirəm. Sağ olun.